Qabağımızda olan bu təpəni görürsüz. Bu təpə dəqiqən kəfdən, yəni dərənin kəfindən başlayıb başına qədər tərtiblə qəbirdir. Qəbirlər ancaq heç bir xas cəhətə bastırılmayıb. Yəni məsələn deyə bilməzsən qəbirlər Şumaladır, ya Qibliyədir, ya Günüzxanadır. Hətta qədimi fərhənglərdə qəbirlərin əksəri günə tərəfidir. Amma burada qəbirlərin xas bir cəhəti yoxdur. Qəbirlər ilə budur təpə təpənin məsələn zaliyyəti döndürsən qəbirdə dönür. Təpə qurulduqdan qəbirdə dönür. Belə nəzərə gəlir ki, bu təpənin bir mərkəzi, bir xas bir yer imiş, bir müqəddəs bir haləti var imiş. Ona görə qəbirlər onun dövrəsinə düzülürmüş. Dərənin elə kəfindən başlayır qəbirlər, başlayır təpənin başına qədər gəlir təbii. Neçə yerdə görüşür o uzaqlardakı, məsələn, neçə morden qazıqlar. Amma indi yetişəcək bu əsr mərkəzinə ki, elə mütəmərkəz halətdə qəbirlər var, yüzlərdən artıq, minə yoxun qəbirlər qazılıbdır. Qəbirlərin hamısı ilə müşəxəssəsi orada bəlli yerdir. Qəbirlərin şəklindən zadından bəllidir ki, biraz çox qədimlər, yəni milatdan qədimə gəlir. Amma nə həbbarda olub, nə bir xas elmi bir basılan şinası qazıntılar apardıq, nəzərlər verir. Feylən görürkən odur ki, biz görürük, amma bəllidir ki, çox basılan edir. Buranın əzibə xislətlərindən də biri budur ki, yəni o qəbirlərin cəhəti olmamazlığı bir xislətdir, bir ayrı xislətdir ki, qəbirlərin bastırandan sonra çox belə diqqətlə gizlədirlər. Burada hər nə gizlədir? Yəni ayrı bir mesela fərhənglərdə qəbirləri bu gizlətməyə sorağımız yoxdur. Yəni o üstlərdə gələn nəzərə gəlir heç qəbir yoxdur, elə deyil. Onlar hamısı ilə altı qəbirdir. Bunlar əlan zeyirxaçislər tərəfindən qazılıbdır, bu cür üzə çıxıb görürük. Yoxsa elə bunlar qazılmamışdan qabaq 3 il bundan qabaq da buradan rədd olanda heç də mütəvəccüh olmurdun burada qəbir var. Elə deyirdin o təpələrin bir tayıdır. Bu təpələrdə əlan gözümüzün qabağında olan saysız qəbirdir ki, aradan aparılıb. Hamısının qəbrin üst daşısı görükür, çıxardıblar, atıblar qırağa və içərisini qazıblar. Bəllidir ki, bir zat tapmaq ümidi ilə qazıblar, amma bir zat tapıblar qırağa qalsın. Belə bir yerlər gərək diqqətlə həffarlıq ola, gərək diqqətlə məsələn qazıntılar aparla və bir elmi deytalar ələ gələ. Amma burada görükür ki, ötürüblər başına miras fərhəngi filan bəhman da qulaq asmır və elə təxrib edənlər də öz işlərinə məşğuldular. Təqribən əksəri bu şəkildədir. 1 metr uzunluğunda, yarım metr 60 sm enində. Metrin 1 metr olmaq uzunluğuna görsədir ki, bir dənə adamı bütöv qəddi ilə, açıq qəddi ilə bastırmayıblar burada. Bəlkə adamı bir çömbələtmə halətində, yəni o haləti ki, bu elmi bəhslərdə cənini deyirlər. O halətdə saxlayıblar. Bunların hərəsində bir dənə adam, bir dənə hududən 2 litrlik bir dənə qab var. Yəni saxsıdan qab ki, qara saxsıdır. Qara saxsıda təqribən 2-3 dənə saxsı rəvalı ki var, noxudu saxsı, boz saxsı, nə mənə. Qara saxsı onların əvvəliyyə və məsələn gəlişməmiş halətidir. Əksərində bir dənə saxsı var, bir dənə iskeletlə bahəm. Bəzi vardı ki, onlarda məsələn 2 saxsı tapılıb, yəni 2 dənə qab. Ki, onlar əlbəttə balaca olub, da 2 litrlik olmayıb. Məsələn, hərəsi də dərhəddə bir yarım litrlik, ya 1 litrlik bir zad olubdur. Əksərən yerli qəbirlər bu halət.